Əvvəlində aparılan qiymətləndirmə? Şeydə mənim 3 dənə diaqnostik, formativ də summativ idi. Yox, mən sizə sual verirəm ki, dərs ilinin əvvəlində aparılan. Dərsin əvvəldə aparılan şeydə diaqnostik qiymətləndirmə. Diaqnostik qiymətləndirmə. Hər dərs müddətində aparıla bilər Özcan müəllim. Formativ. Formatik qiymətləndirmə. Eşə müəllim, formatik qiymətləndirmə neçə göstərici ilə qeyd alınır? 2 dənə. Hansılardır? İcra, bir də mənim davranış xüsusiyyətləri. Özcan müəllim, sən de, diaqnostik qiymətləndirmə neçə istiqamətdə aparılır? 3 istiqamətdə mən. Fiziki inkişaf göstəriciləri, funksional inkişaf göstəriciləri və fiziki hazırlıq. Funksional inkişaf göstəriciləri deyilənləri nəzərdə tutur? Nəbz vurğusu ilə ağciyələr həyat tutur. Yaxşı. Fiziki inkişaf deyilənləri nəyə nəzərdə tutur Eşə müəllim? Fiziki inkişaf boy çəki, boy indeksi belə mənim. Boy çəki indeksi döşqəbətin eyni. O hansı hələ ki qabiliyyət ki, vahid qiymətləndirmə normativi yoxdur? Dözümlük. Yox, dözümlükdə vardı. 6 dəqiqə qaçsan 6 dəqiqəlik vardı. Məsələn, 6 dəqiqə qaçdı bu 1500 metr onca qiymət yazır. Sürət deməlim, 30 metr var. Yox, var, normativlər var onda. Seviçli. Seviçli idi. Bax, seviçdə nə deyir? 5 cəhd verdi hamısına. Bəli, bəli. 5 cəhddən birini eləsən ki, qiymətini yazır. Konkret bu normativi yoxdur da. Hərəkəti elədiyinə görə qiymət yazır. Yaxşı, dözümlük 7-ci sinif Eşə müəllim. Dözümlük 7-ci sinif. Da müəllim, 1500 metr qaçışı da 6, 7, 8, 9. Bir dənə var idi. Bir də üzgüçülük olmalı idi. Üzgüçülük var idi. Özcan müəllim, diaqnostik çevikli denən hə ilə. BSG çevikli. Diaqnostiki. Mərkiz qaçışda ölüdü 3-10. Bəli. Bir dənə zəhmət olmasa təzə. Mərkiz qaçış. Yaxşı, dözümlüyün 5-ci sinifi. KSG. Özcan müəllim. Dözümlülüyün 5-ci. 5-ci sinif. Dözümlülüyün 5-ci sinifi. Min metr cross qaçışı. 1500. 1500. Monster 1000-də çoxdur uşaq. 1500 idi. Diaqnostikdə idi. O BSG fərqlidir. 1500. O 9-cu siniflərdə idi. Mən siniflərə qədər öyrənməmişəm. Ona öyrənməmişəm. İzah eləyəni demədim. Yaxşı. Eşə müəllim, sürət güc diaqnostik. Sürət gücün diaqnostiki yerindən uzunluğa tullanma dölüydü müəllim o. Yerindən uzunluğa tullanma idi. Şamat neçə hissəyə bölünür? Şamat 3 hissəyə. Hansılardır? Debüt, mid-deşbil, bir də end-deşbil. Yaxşı, orta mərhələ hansı idi? Mid-deşbil. Mid-deşbil. Yaxşı, badmintonda Özcan müəllim, sarı, qırmızı, qara kart mənalar. Sarı xəbərlər edici idi müəllim. Qırmızı oyundan xaric idi. Məsələn, bir xal verdi rəqibə. Bir xal versə deməli xaric eləməz məntiqlə. Yox, qırmızı oyunda qalır, sadəcə rəqibə bir xal verilir, qara qazanma diskvalifiyadır, oyundan xaricdir. Qara qovdu, qırmızı bir xal rəqibə verir. Elə bir voleyboldakı qırmızı kartdan da, eləcə qırmızı kart verirdi, oyunçu meydana qaldı, rəqibə bir xal verirdi. Eyni şeydir. Qara kart nədir? Oyunçun qara günə qoyur. Qovur, diskvalifiyə, ən ağır kart idi. Yaxşı, setlər, maksimum minimum set sayı. Mənim 3'dür. Elə 2 seti qazanan oyunu qalib sayılır. Əgər setlərdə bərabərlik varsa 3-cü setə keçirilir. 21 xala qədər davam edir. Özcan müəllim, neçə xala qədər oynanılırdı? 21 xala qədər davam edir. Əgər hesab 21-20-dir? 21-20-dirsə davam edir mənim. Yəni 20-20 olursa 2 xal fərqinə qədər davam edir. Bəs yaxşı, hesab 29-28-dir. Evet, 30-cu xalı qazanan qalibdir. Bəli, yenə bir xal yazılmır deyə, 30-cu xalı kim tez qazandısa, o qalib olur. Eşə müəllim, badmintonda oyunçu 5 dəqiqədən gec gələrsə? Oyunçu 5 dəqiqədən gec gələrsə, müəllim, komandaya məğlubiyyət verilir. Məğlubiyyət verilir. Piyada neçə xala malik idi? Bəli. Piyada neçə xala malik idi? 1. Top neçə xalıdır Özcan müəllim? Top 5 xal. Top 5 xal idi. Ən zəif, ən güclü fiqur? Ən zəif piyada idi, ən güclü isə vəzir idi. Ən dəyərli? Şah.
Nəyə görə dəyərli? Xalı yox idi. Dəyərli olmanın səbəbi xalı uduz. Şahı vurdularsa avtomatik məğlub olursan. Opsi bütün daşların olsa belə. Artıq məğlub olsan. Eşə müəllim, hansı fiqur idi ki, gedəndə düz vuranda çəpinə vurur? Gedəndə düz piyada dölüdü. Piyada gedəndə düz vuranda çəpinə vurur. Yaxşı. Bəli. Hakim xəttləri görmür badmintonda servis zərbəsi zamanı. Oyunçu da servis zərbəsini vurdu. Hakim qərarı? Servis yenidən başlanmalıdır. Let, qəşəng. Servis yenidən təkrarlanır. Yaxşı. Özcan müəllim, sən mənə de. Oyunçu servisi belə vurur. Necə mən? Servis başlayanda belə vurulmalıdır. Necə? Aşağıdan yox. Aşağıdan yuxarı. Belə vurdusa? Olmaz mı? Bəli, rəqibə xal. Olmaz, bəli. Yaxşı. İsmənə deyin. Time outlar, badminton. Vaxtı. Next time out. Vaxtı 30 saniyə olmalıdır. 30 saniyə. Niyə 30 saniyə? 30 saniyənin sonundaydı. 60 saniyə. Tələsmə. Ay müəllim, tələsmə. 60 saniyə. Neçə time out olurdu? Hər komandanın. Bir time out. Hər komanda. Hər komandaya bir time out verilir. Yaxşı. Fasilə nə qədərdir Yaşa müəllim? Time outlar arası fasilə 2 dəqiqə. Time out edilən hissə arası fasilə 2 dəqiqədir. Hansı fiqur idi ki, 2 eyni istiqamət gedirdi. Bir ya sağa ya sola. 90 dərəcə. At. Atın gedişi idi. Yaxşı. Deyir ki, hansı fiqurdur ki, Özcan müəllim topla filin gedişini özünə birləşdirir. İstədiyi kimi istənilən qədər gedə bilir. Vəzirdir. Ən güclü fiqurdur. Yaxşı, Elşə müəllim, hansı fiqurdur ki, istədiyi kimi gedir, amma bir xana? Bir xana gedirsə, o məncə piyada olmalıdır. İstədiyi kimi gedir. Şahdır. İstədiyi kimi, yəni istənilən istiqamətə gedə bilir, ancaq bir xana şahdır. Yaxşı, şah nə zaman 2 xana atlaya bilir? Yeganə vəziyyətdir. Qala qurmada. Qala qurmada. Özcan müəllim, qala qurma neçə cür oynanılır? Neçə cür olur? Qala qurma? Neçə cür olur? Hansılardır? Biri uzun qala qurma var, bir də qısa qala qurma. Yaxşı, vəzirin cinahından olan? Vəzirin cinahından qala qurma. Hansı? 3 xana gedir də məncə. 3 xana gedirsə, deməli nə oldu? Qısa uzun? Uzun qala qurma. Deməli, indi şah mı məsafəni qət edir, yoxsa top mu? Top. Şah hər tərəfə, sağa da sola da həmişə 2 xana gedir. Topun gedişi ilə deməli öyrənilir. Məsafə ölçülür. Topun gedişi 3 xanadırsa, oldu. Uzun qala qurma. 2 xanadırsa, bu tərəfdəki top. Qısa qala qurma. Oyunda nəsə fiqur olurdu Yaşa müəllim? Sertifikasiyası. Oyunda məsələn, elə bir 8 fiqur olur da müəllim, belə götürək. 8 fiqur, ümumi neçə? 16, ümumi 16. Yaxşı, şahmat taxtasında neçə fiqur var? 64 dənə də fiqur, elə bir 64 dənə xana olur, 64 dənə fiqur olar. 32 dənə. 64 dənə xana. 16, 16 bunun. Yaxşı. Şah şaha qarşı. Şah şaha qarşı bərabərə. Bərabərə. At şah şaha qarşı. Ne demək? At və şah şaha qarşı. Mat dölü o. Niyə? Hə. Patdır. Heyvanlar şaha qarşı qalanda və şah şaha qarşı qalanda patdır. At da heyvanda. Yox, siz dediniz heyvan deyirəm, hansı heyvan adı? At. At, fil, nəticədə heyvandır da. 2 dənə heyvan fiquru var. Bunlar şaha qarşı qalanda, bu da hesab edilir. Ən cinahlarda olan fiqurlar? Ən cinahlarda top. Ən cinahlarda olan toplar idi. Onun yanında? Top, at, fil. Top, at, fil. Yaxşı. Özcan müəllim, sən mənə de. Deməli. Badmintonda cütlər üçün və təklər üçün meydan eni. Uzun olsa eni idi, standart idi. Özcan müəllim.
13 qız 6-18. uzun idi. 6-18, 6-10, 6-10, 6-18. 6-10 şeydə idi məndə. 6-10 cütlərdə idi, daha uzundu da. 5-18 təklərdə idi. Özün müəllim oxumursan. Təkrarlamaq lazımdır. Nurla müəllimə yazır. Yox, onu deyirəm. Bax, girib yazışdınız, dərs oxumusunuz. Ne qaz qalır? Valla bilmirəm. Nəticədə təkrarlamaq lazımdır. Bir söz deyə bilərəm mən də. Nə? Bir söz deyə bilərəm. De. Əslində mənim heç mən də bilmirəm. Badmintondan şahmat təşəbbüsümüzdən çayxanada gəlmə yox. Allah haqqı. Heyf ki, özdən müəllim qıraqda qalın. Orada üçün çok atışdım. Cevap verirsin. Mütçəzim dəstə deyən namı dəstə idi. Yox, qiymətləndirmədə dedi. Axırda dedi ki... Ya, ben bildim. Bilmədim. Mən də bildim. Da saçdır. Yaş. Sonra oyunçu nə zaman yer dəyişmə eləyirdi? Öz oyunçuları. Öz oyunçuları xal qazananda. Xal qazananda. Bu da harda olurdu? Ancaq cütlərlə oyununda. Yaxşı, komandalar nə zaman yerlərini dəyişir? Hər setin axırı, bir də 3-cü setin 11-ci xalında. Yaxşı, arkadaşlar axırıncı set olduğuna görə 3-cü setin 11-ci xalında istifadə olunacaqdır. Yaxşı, siz mənə deyin, Çevikinin KSG-ləri nədir? Çevikinin KSG-ləri basketbol topun atılması, Qəşəng. voleybol topun atılması, bir də handbol topun atılması. Qəşəng. Voleybol, handbol, basketbol və futbol toplarının atılması KSG-ləri idi. Dözümlüyün diaqnostika eşən müəllim? Daha mənim. Dözümlükdə neydi? 6 dəqiqəlik qaçış. 6 dəqiqəlik qaçış. BSG-si nə idi bəz Özcan müəllim? BSG-si 2000 metr, 1500 metr qaçışlardır. Qəşəng, həm KSG-si, həm BSG-sidir. 1500 hansı sinif aiddir? BSG. 9. 9 aiddir. 11-dən neçədir? 2000 metr. Yaxşı. Hansı fiqur idi ki, ay Özcan müəllim, ancaq çarpaz gedirdi çəpinə? Diagonal. Fil, qəşəng. Yaxşı, hansı fiqur idi ki, oyunun başlanğıcında hansı xanadadsa, yəni hansı rəngli xanadadsa, oyunun sonuna qədər də o rəngli xanada davam edir. Bax görsən, Ecəm müəllim, sənin çaşdır özdə sonra düz deyir. Bu da fil idi. Ağ xanada olan ağ fil, ancaq ağ rəngli xanada olmalıdır. Qara xanadakı isə qara xanada. Yəni dəyişə bilmir. Çünki çarpaz gedir. Elə bir şey kimi, dama kimi. Diagonal gedir. Sonra hərəkətin necə bir şey deyək? Hərəkət haqqında ətraflı məlumat verir. Yəni hərəkət qabiliyyəti haqqında. Yaxşı məlumat verirsə, səviyyə 4, qiymət 5. Səviyyə 4, qiymət 5. Yaxşı, sadəcə məlumat versəydi? Səviyyə 3, qiymət 4. Səviyyə 3, qiymət 4. Bədən əmə qabiliyyətin KSG-ləri? Bədən əmə qabiliyyəti oturmuş vəziyyətdə idi ki, əsas duruşdan irəli əyilmə. 1. Opsiz edirəm da, düz edim. Həm KSG-sən, BSG-sən, diaqnostika. Vəziyyəti almaq. Oturmuş vəziyyətdə. Körpü vəziyyəti. Əsas duruşdan şeyə keçmək. Dedim. Nədir? Ayaqlar bir... On dedi. Bir yerdə. Əsas duruşdan irəli əyilmə. Oturmuş vəziyyətdən irəli əyilmə. Körpü vəziyyəti biri qaldı. Ayaqları aralıq durun şey. Gimnastika skamyasında. Skamyan qatmayın ora. Nə qatsız? Ağac, eska ağacında. Bax, edirdim. Baş üzərindən arxaya aparmaq. Ay sağ ol. Gimnastika ağacını başdan arxaya aparmaq. Bu da KSG-də var. Sonra yaxşı. Qaydada deyir ki, bu fiqurlar arasında həmişə bir xana fərq olmalıdır minimum. Şahla şahın arasında həmişə bir xana fərq olmalıdır. Şahla şah görüşə bilməzlər. Yaxşı. Qalaqurma zamanı əgər qalaqurma etdiyimiz yerdə şah zərbə altına düşərsə qalaqurma eləmək olar?
düşərsə, şahı qaçsın. Yox, belə deyək, qalaqurma etmək olar, olmaz. Qala qurma etmə olar da mı? Niyə şah zərbə altına düşür axı? Olmaz. Şah zərbə altına düşürsə qala qurma etmə olmaz. Elə bir getdiyimiz yerdə şahı raketlə vuracaqlar. Gedərsən? Bəli, Olmaz. Deməli, bəs top düşərsə? olar. Top olar. Yaxşı, qalaqurma eləyəndə birinci topu götürür, yoxsa şahı? Topu. Halal olsun. Birinci şahı götürür, yoldaşlar. Şahı götürür, sonra topu. Elimdən belə dirək bir başladı. Siz deyin də. set gedir gəlir, ona görə set gedir gəlir səndə. Doğrudan arada set gelir. Nəsə. Xışıltı gəldi, öz zamanım, səndə də o xışıltı özdə. Tabii bilmirəm. Onun bilən xışıltı gəlir. Ola bilər. Çünki ola bilər sənin internetində problem var, xışıltı və yaxud da telefonunda. Hansı yekunlaşdıq sizlərlə də? Oldu, olmadı. Elşə müəllim 80 balla 4. Namiq müəllim, mən nəzərə alın ki, mən təkrar eləməmişdim. Mən nəzərə aldım, amma sertifikasiya nəzərə almır. Ona görə səthi məlumat verdiyinə görə səthi məlumat neçə idi? Səthi məlumat neçə idi? Səviyyə 2, qiymət Rüstam müəllim idi. 3. Gözəl Rüstam müəllim. Rüstam müəllim, neçədən sual cavab vermədi? 2-dən 3-dən sual cavab vermədi Rüstam müəllim. Neçə qiymət? Rustam müəllim var sevdi. Arxadan baxayım. Rüstam mənim öz cənnətdən cavab verir. Yaxşı, kim? Deməli, indi Nurlan Mikçi, Nurlanla Elmir. Namiq müəllim. Aha, buyur. O Elnur müəllimlə Nurlan müəllim idi. Yox, bunlar bilərlər. Mən dedim, bunlar bilməsələr mən cavab verərəm, bunlar ikisi də bilər. Hə, bir mənim zavabım yoxdur, əngəl yoxdur. Yox, Nurlan Elnur müəllim var. Elmir, Kösənlin ilk Azərbaycan üzrə 30-cu yerin sahibi. Elmir kamera. Mən onunla yarışdım, müəllim 30-cu yerə çıxandan. Hada Elmir da. Yox, bilmələm, mən haqsızlıq olaraq, mən işləməməm azlaşdım, işləməməm, mən time out. Ya. Eşə məndən ancaq çayçıda sualcaq eləyərsiniz. Sizi bir yerə salaq istəyirəm. Yaxşı, Elmir sən de. Badmintonla servis zərbəsi vururam. Xətti də aftalamamışam. Amma əyağım yerindən sürükləndi. Sürdüm əyağımı. Olmaz. Nurlan, bəs əyağım birini qaldırsam? Bir amma yerdədir. Olmaz. Bu da olmaz. Hansı oyunda var idi? Biri əyağın havada ola bilərdi, biri mütləq yerdə idi. Harda? Handball. Qəşəng, handballdaydı. Bir yerdə ola bilərdi. Yaxşı, keçən limik sualı. Raketka setkiyə dəyir. Yox, olmaz müəllim, olmaz. Qayda qoyun. Olmaz, bəli. Mən o səhv yazmışdım. Gül kimi sualı. 35 dənə düz yazıb. Sizcə suallar səhv yazıb. Mən düz yazmışdım. Yaxşı. Nədim. Şahinəsə xan adlı yerdə qala qurmalarda, Elmir. Yaxandan qala qurma var, uzaqdan qala qurma var. Birində 2-dir, birində 3-dür. Vəziyyətin axına bir öz. Şah həmişə əla. 2 xana atlayır. Top uzaqdan olanda, yəni uzun qala qurmada 3 xana. Nurlan qısada? 2 xana. Qısada 2 xana. Nurlan, sən kurikulum yazsaydın keçən il, yəni narahat olma. Sən də ən azından bir ilk 35-də 40-da var idi. Yəni Elmirdə məncə çox yazmışlar ixtisası. Elmir neçə ixtisas yazmışdın? 34. 35 dənə yazıb. Bir dənə yazmışdım. Kurikulumunu zayılıb qoyub ora. Yaxşı. Qalaqurma zamanı rəqibin fiquru yoxdur qalaqurma edəcəyimiz yerdə. Şahla topun arasında. Amma öz fiqurumuz var. Qalaqurma eləyə bilərəm? Yox. Boş olmalı da mənim ora. Qəşəng boş olmalı. Çünki üstündən keçə bilmir. Yaxşı. İlkin oyuna başlayan fiqurlar? Atdır, bir də piyadadır. Atdır, bir də piyadadır. Yaxşı. O hansı fiqurdur ki, indi Qaraxan adası növbət yetişdi, ağa düşür, ağdası qarıya? At. Qəşəng. Bu da at. Elmir, 6-cı sinif KSG. KSG müəllim. Aha. Nə hansından görə? Sürət qabiliyyəti. Üzr istəyirəm. 6-cı sinif 30-60-104 x50.
30, 60, 100, 4 x50. Deməli, bəs 11-də Nurlan sürət. Kəsəcəm müəllim. Aha. 100 metr mən 100 metr qaçış. 100 metr qaçış. Diaqnostik BSG nədir bəs? 30 metr. 30 metrdir. Dözümlüyün 5-i BSG-si diaqnostiki Elmir. Diaqnostika mənim 6 dəqiqəlik qaçırdı. KSG-si 5-ci siniflərdə 1000 metr məsafədir. Bəs BSG-si? BSG-si 1500-dən 2000. Yaxşı da 7-ci sinifdədir. 25 metr. 25 metr üzgüçülük, bir də Bir də şeydir də, nədir, 6, 7, 8, 9, 1500 metr məsafə qaçış. qəşəng 7 olduğuna görə bəli, bu da 1500 olur. Yaxşı, Şamatın prezidenti Elmir. Şamatın prezidenti Mahir Məmmədov. Mahir Məmmədov. Şamatda neçə cür xətt var Nurlan? Taxtada. Sənin xətt var. Şaqili, o da ismə. Şaqili, üfüqi, bir də diaqonal, yəni səpinə. Yaxşı, fil, at neçə xal idi Elmir? At 3 müəllim. Yaxşı, Mən heyvanlar 3'dür. heyvanlar 3-dür. Top neçədir bəs? 5'dir. Oyunun son mərhələsi Elmir. Endspiel. Yaxşı, ilkin mərhələ Nurlan. Debüt. O da 3 yerə bölünür. 3 yerə bölünür. Yarım açıq, qapalı, bir də açıq. Bu inanmıram. Biraz ixtisasçılar üçün sualdır. Yaxşı, olimpiyadada, yəni olimpiya oyunlarında badmintonda neçə hakim olurdu? 13 beynəlxalq idi mən belə. Onda belə Torjel Molino vardı, o təməli. Yəni qəşəng. Olimpiyada 13, beynəlxalq 12 ola bilər. Adi görüşlərdə 10 dənə də ola bilər. Qırmızı kart nə idi bəs? Nurlan? Mənim o da şeydi mənim bu. Cərimə oldu, bir xal verir də rəqibə. Qəşəng bir xal verir. Ən pis kart Elmir? Qara. Ən pis kart, qara kart idi. Təklər, cütlər, stadion ölçüsü, kortun ölçüsü daha doğrusu. 13-45, 10-5, 18. 6, 15, 18. Yaxşı. Sonra taban hündürlüyü bildiyimiz ki, bağlı yerlərdə keçirilir də. 7-9. 7, 8, 9. Yaxşı, stadion kortun rəngi nə rəng olmalıdır? Göy. Göy yoxsa Nurlan? PDF yadınızdadırsa. Nə rəng idi? Kortun rəngi. Her şey var mənim burada. Yaşıl. Tabii. Xəttlər ağ olur. Xəttlər ağ idi, stadion rəngi, kortun rəngi, yaşıl rəngi. Yaxşı. Yaxşı, geriyə qayıda bilməyən fiqur. Piyada. Geriyə qayıda bilməyən fiqur piyada idi. Yaxşı. Ancaq diaqonal gedirdi. Fil. Qalaqurmada iştirak edən fiqurlar. Topdur, bir də şaxtlar. Top və şah. Sonra. Sağ qalma da mən. Hə? Sağ qalma da tam şey. Tapacağım, sən narahat olma. Şahı neçə yolla xilas eləmək olar? Tapdıq. 3 yolla. Sən görüm. Şaha şah verən vurmaqla, şahın qabağını fiqur gətirməklə şahı qaçırmaq. Bəs yaxşı, bu fiqur maksimum 3 yolla xilas eləmək olar. Bu fiqur atdısa, keçən test görmüşdüm. Mən verdiyim sual idi. Hə. Atdısa, Nə olur mən vaxtda? at birbaşa düşür də, elə bu pua kimi birbaşa üstünə düşür. Neçə yolla xilas eləmək olar? 2 müəllim. Ya atı vurmaq lazımdır, ya da şahı lazımdır. Onun qabağını şu fiqur qoysan belə o üstündən tullanıb vura bilir deyək. Onsuz da tullana bilən fiqur olduğuna görə vura bilər. O sualı qrupda da vermişdim. Məncə elə testçiyə də atmışdım. Test kimi. Ki baxın, belə bir sual var. Hələ Özcan müəllim də soruşdu. Hə, bu nəyə görə belədir? Yadındadır. Yaxşı. O hansı fiqur idi ki,
oyunun başlanğıcında sadəcə öz rəngində xanada olmalıdır. Fil deməli. Vəzir. Fil hansı rəngə düşübsə o rənglə hərəkət edir oyunun axırına qədər. İlkin xanada vəzir. Buna nə deyirlər? Qəşəng. Buna da vəzir öz rəngini sevir. Badminton setkanı hündürlüyü Mig üçün Nurlan 1.55. 1.55 sertifikasiya belə soru düşməz. Yaxşı. Servis zərbəsini neçə saniyə yazına vurmaq lazım idi? Yox idi amma elə. Qəşəng saniyələr veriblər. Qalxla 5 saniyədir. Sonradan əvvəl oldu. Zərbələri necə vurulur Elmir? Aşağıdan yuxarıdan bir də Aşağıdan yuxarıdan, ortadan. Yaxşı. İlk 2 seti qazanmışam Elmir. 3-cü set ehtəc yoxdur. ehtiyac yoxdur. Yaxşı. Elmir, ya şey desin. Nurlan. Ay Nurlan. Bax birinci seti mən qazanmışam. Mən də elə oyuna başlamışdım. İkinci setə kim başlayacaq? İki qazanan başı deməli. Elə idi Elmir. Elə deyil. Setə hə müəllim. Qəşəng. Biraz başqa. Seti udan, Müəllim, ondan sonra setin avtomatik başlamasına başlayır. Nə? Badmintonda məsələ deyil, tək xallarda sağdan, soldan, düzünə, çəpinə, Düzünə deyildi, hamısını səhvdən eləyiblər. Elə onu sual verəcəkdim, özüm dedim. Elə sual onu verdim. Birinci xalı başlayanda bir rəqəmi təkdə axı. Orada sağdan çəpinə vurulmalıdır, yoxsa soldan? Sağdan. Birinci Yox, birinci xal ne? Başlayan nədir? Birinci servisi başlayandır. Birinci top başlayandır. Bir də ki ikinci. Müəllimlər, düzgün anlamısınız. Yo, niyə qatırsınız? Bax, nə zaman sağdan çəpinə vurulurdu? Başlayanda bir də üç xallarda. Başlayanda. Başlamaq nə xal qazanmayıblar axı hələ. Sıfırdı da, sıfırdan başlayanda elə oldu. Ay, sağ ol. Qatmayın onu. Bax, xal qazandıqdan sonra o dəyişir. Birinci set neçədir? Hələ xal qazanılmayıb. Deməli, sıfırdılar. Nə dedin Nurlan? Eşmədim, sekət deyiləm. Bax, deməli, xal qazanmayıbsa deməli sıfırdır. Yəni, oyun ilk başlayanda bir də cüt xallarda hardan vurulmalıydı? Sağdan, çəpinə. Sağdan. Tək xallar. Ücə mən xalı qazanmışam. Mənim bir xalım var. Mən vuracam. Deməli, bir xalım varsa tək xaldır da. Yəni, xalı qazanandan sonra bu dəyişir. Soldan çəpinə. İndi bunun hamısını çəpinə yiyiblər. Sağdan çəpinə, soldan çəpinə. Zərbə istədiyi yerə getməzsə? Tezdən yenə vurulur da müəllim. Yenidən vurulacaqdır. İstənildiyi yerə getməzsə təzdən vurulur. Məsələn, sağdan çəpinə vurmalıyam, səhvən sağdan düzünə vurdum. Müəllim, PDF-də var idi ki, mənim yazımda elə qalır. İstədiyi yerə getməzsə, xal verilmir, amma top rəqibə keçir. Hə də, təzdən vurulur, yəni o tərəf təzdən vurur, xal verilmir. Hə, düz deyirsən. Yəni, o tərəfə keçir, xal verilmir. Müəllim, bir dənə sorayım. Bu qırmızı kart göstərəndə xal verir də. Bir xal verir. Bir xal verir. Bildim. Servisdə keçir də onda. Avtomatik. Voleybolda kimi nəzərə alın. O keçirsə, o da keçir. İkisi də bildilər. Bir dənə voleybolda qırmızı şeydə alır da, məşqçiyə veriləndə məşqçini qovur. Oyuncu amma oyuncu yerində qalır. Oyuncu heç. Oyuncu qovur. Çünki keçən oyundan voleybolda gördüm ki, məşqçi hakimiyyət da şeyə görə, xala görə. Top içəyə düşmüşdü ki, bax, şeyə bax. Məşqçiyə qırmızı verdi, oyundan qovaladı ki, çıx. O, çox dərinliyə getməyəm. Bu da dərinlik düşməz ki, hakimi qırmızı veriləndə nə olur? Dediyim yerlərəcə fikir verin, bəs eləyir. Sonra... Yaxşı, cütlərin oyunudur. Mən servis qurasıyam. Nurlanla mənim komanda yoldaşımdır. Durub mənim servisim qabanda. Rəqibi imkan vermir vursun. Bu nədir? Qayda pozunuzsa müəllim. Nə olacaq? Letdim, xaldı. Letdim. Let. Yaxşı, oyuncu bilərəkdən raketkanı qırır, topu qırır. Ben o şeydə müəllim, cəzaat da mənim o. Pozuncusu buna görə kart verir. Qırmızı kart da nə idi? Xal və servis. Sonra BSG Elmir diagnostik. Sürəküt. Yerindən uzun.
Yerindən uzunluğa. 11-ci sinif KSG. 11-ci sinif KSG 700 qram 500 qram. 700 qram, 500 qram. Nə? Tenis topu? Müəllim, qumbaradır, qumbara. 10-11-ə, bəs 5, 6, 7, 8, 9? Qatıraq uzun olqa tərəf hündürlüyə 150 qram tenis toplarının atılması. Qəşək. Aşağı ətraflarda hündürlüyə və uzunluğa, yuxarı ətraflarda tenis topunun atılması. Nurlan, qüvvənin KSG-ləri. Qüvvənin KSG-ləri müəllim şeydir. Hündür tunikdən sallanmış vəziyyətdə dartılmadır. Kəndirə dırmanmadır. Sonra alçaq turnikdə müəllim bu qızlara aid olan turnikdir müəllim. Gimnastika skamyasında vurmaqdır. Sonra gövdə şeydir, presdir. Bir də bir əllə tək qıda oturub durmaq müəllim. O yüzden 11'de yok. 11'de var. Məncə günləri 30 plus ixtisas yazınlar öz gücünü göstərir, hə? Bizə kurkulun ucalda bir sənə aynı olar ki. Ben gözlə deyirəm, mən deməyəm, mən pis baxıram. Hədi. Mən niyə pis baxıram, bir saat? Ay, müəllimə dərs getdi. Yaxşı, hər dərs müddəti aparılan qiymətləndirməyi deyilmir. Formativ. Yaxşı, hər bölmənin sonu aparılırdı. KSG. Yarım ildə aparılırdı, yarım ilin sonu. BSG-dir. Minimum neçə yarım ilə? Bir yarım ilə minimum neçə KSG? Minimum. 3. Yaxşı. Siz mənə Elmir, ikinci yarım ilin normativlərini deyil, BSG-sini. İkinci yarım ilin BSG-si deməli hündür tunikdə sallanmış vəziyyətdə dartınma, X10 məkiş qaçış, bir də ki BSG 1500-2000 metr. Qaşay 1500-2000, hə 9 da dedi. Bəli, bu proqramlar var. Bəzi proqramlarda biz indi ikinci proqrama keçdik. Yəni dəyişdik də o birisində 800 dənə KSG var. Qayda nədir? İncə dedik. Minimum 3 dənə. Minimum 3 dənə. Maksimum 8 dənə ola bilər. Onda nə tər eləyirlər? Birinci yarım ilə verir ki, sürət yüz qabiliyyətini 2 dəfə verir. Həm aşağı ətraflara ayrı KSG verir, yuxarı ətraflara ayrı KSG verir. Sürətlə bədən əlmə qabiliyyəti 1 KSG, ümumi 4 dənə elədi də, sürət yüzə 2 dənə verdiyinə görə. Deməli, ikinci yarım ildə də verir, çevikliyi 2 dənə verir. Məsələn, orada çox vaxt verir, futbolla handbolu 1 verir. İndi bilmirəm, yerəni ola bilər, dəyiş sala bilərəm. Bir də voleybolla da basketbolun KSG-sini 1 verir. Bu da yenə KSG. Yenə dözümlüklə orada qüvvə qabiliyyəti KSG-sini 1 eləyir, ümumi eləyir 8 dənə KSG. Elə proqramda var ki, 7 dənədir. Yenə çevikliyi 1 verir. Şeyləri, obrislərin hamısını 1-1 verir. Çevikliyi 2 dənə verir yenə. Əslində, məntiqi cəhətdən düz gəlir. Nəyə görə? Çünki fikir versəz, çeviklikdə nə qədər şey yazmaq olar? Ən çox yazdığımız nədir? Çeviklikdə, bu dəqiqə məncə hamı da çeviklikdir. 6-cı 10 siniflərə çıxma şərti ilə. Ancaq bizim mühitdə şey yazmaqdan, dəqiq icra, tədqiqi texniki fəaliyyətin təkmilləşdirilməsi, tədqiqi texniki fəaliyyəti yiyələnmə, başqa nəsə yazırıq? Elektrondur sizdə də. Elektron kimi bir şey yazmırıq. Jurnal var sizdə? Düzdə yox. Jurnal yığışdırırlar Bakıda. Yox, buralarda jurnal da var, elektron da var. Prosta biz də elektron yazmır ki, xeyr olaydı da, nə oldu? İşimizi azaltmaqdan artırdılar. Sən burada da elə olubdur. Həm elektron işləyirlər, həm jurnal işləyirlər. Hə, bu yüzdən dəyişib Bakı. Jurnallar gələn elektron keçsiz. Bezərik dayı. Elektron müəllim, tarix qoymusan, bir şey eləmişsən. Elə bir dənə mövzunu yaz, sıxsın getsin. Evdə gəliyə. KSG-si, BSG-si var. Yaxşı. Hə, nəticədə 8 dənə ola bilər. Başqa sual verəcəkdim mən sizə. Başqa nə sual verim Allah? Haqalara keçmək lazım. Ne bunlar böyle sual bazası hazırlanır? Nələrə? Hərəki qabiliyyətlər. Hərəki qabiliyyətlər təzə elədik. Burada yox idi o? Burada yox idi. Ben o testini işlədim, o 100 dənəsindən yazdım. Nəyin testini vermişdim? Yox, satdım sualları testindən. Dərsdən sonra deyərsən, görüm nədir? Kayıtdadır. Bilməm kimi test. Bir də şey var, bir də atarım. Yaxşı, danışaram. Baxaram, hamıdan test alıram, hələ bir dənəsinə baxmamışam.
Kör vaxt deyilmiş, ona baxacağım. Oyun zamanı raketka B səviyyəsindən yuxarı tutularsa, yuxarı vurarsa. Olmaz müəllim, olmaz. Oyun zamanı. Yox, servis olmaz. Servisdə olmaz, oyun zamanı olar. Yaxşı, servis zamanı xətti tapdalayıram. Olar da müəllim. Xətti Tapdalan şey yox idi. niyə ki? Servis xətti var. Olmaz onu tapdalamaq. Oyun zamanı olar, servis zamanı olmaz. Qaydaların çoxsu servis zamanı düşür. Badmintona nəyə görə servis zamanı sallar? Çox vaxt oyundan qaçışdırırlar deyə səhv yazılır. Ya da dediyim kimi, tenislə badminton çox adam qatır. Müəllim, bir şey soruşum. Məsələn, futzalda komandanın faul limiti var. 6-cı cəbdə penalti vurmaq. Deməli, elə bir sonuncu cərimədə ştraf olur, amma qol vururlar da. Hakim üstünlüyə görə qol verir də, ştrafı vermir. Məsələn, penalti yerində. Bu gün məsələn bizdən uşağı yıxdılar, amma qol olduğuna görə dedi ya penal lazımdır, qol vurduq. Onu cərimə balı kimi hesablanır ya hesablanmamalıdır? Hesablanır. Hesablanmalı. Onda belə çıxırdı ki, biz qoldan sonra 10 metri penalti vurmalıyıq. Yox, elə deyil o. Çəkirsən də mən Vurursa Jobsin saymır. Qabaqlar necə idi? Qabaqlar necə idi? Qabaqlar əgər ikisi də olubsa, həm 6-cı, həm də 10-cu. Deyirdi birini vur, o birisi qalır. Amma yeni qayda deyir ki, məsələn, penaltidir, cərimə meydan sahasına daxilidir. Amma həm də limit keçibdə qayda ponusu eləməklə. Bunu birbaşa 6 metrlikdən vurur. O birisi cərimə sayılmır belə olanda. Onun üçün növbəti dəfə olarsa vurulur. Kimi sayılmır da o? Yox, elə sayılmır. Yəni eyni anda olursa sayılmır. Oyun gedə daxil. O məsələn oyunda da ki qol vurmusan, o sənin təzədən nətə cərimə. Verəndən sonra görə vermir. Naturalda oynayır. Uduz yoxsa yox? Hakim dedi ki, biz onu saymırıq da. Dedi ki, çünki dalbadal penalti şeydir. Sən qol vurursan. Ay, Salman da oynayıram. Ben ikisi ilə olmur. Ona görə saymır. Saymır, ona görə. Biz də dedik ki, ştrafı versəydin 2 dənə penal dalbadal vurmalıydı. Yox, elə şey yoxdur. Yox, elə şey yoxdur mənim. Yox. Qabaqlar da yox idi. Qabaqlar deyirdi ikisindən birini vur. İndi deyir ki, olduğu yerə görə verir. Qol olmasaydı, siz deyən idiniz. Qol olmayıbdır, qatı çıxardıbdır. Nə varsa, onda siz deyən idiniz. Penalı almalıydınız. Çünki limit də olubdur. Onda razılaşarsınız. Amma burada indi qoldan o üçün mümkün deyil. Qol olursa mümkün deyil. Deməli, Rustam müəllim, Elçin müəllim. Şahın sonluqdan mübarizəsi Rustam müəllim. Neçə piyadəyə bərabər idi? 3. 3 piyadəyə bərabər idi. Yaxşı, əgər mən topumun birini tərpətmişəmsə, sağdakı topu deyək ki, soldakı topla qalaqırma eləyə bilərəm, yoxsa yox? Bəli. Qalaqırma eləmək olar. Bəs yaxşı, əgər artıq şahıma şah deyilibdirsə, qalaqırma eləyə bilərəm? Şaha şah demişsinizsə? Hə, rəqib şaha şah deyib. Qalaqırma eləmək olur. Şaha şah deyilib axı. Şaha artıq hücum eləyiblər. Qalaqırma? Hə. Şah şah deyiləndən sonra zərbə altındadırsa olmaz da belə. Qorumaq lazımdır. Şah şah deyiləndən sonra qalaqurma eləməyə icazə verilmir. İstəyir ondan sonra mühasirədən çıxsın, nağarsın, qalaqurma eləməyə icazə verilmir. Şah şah deməmişdən qabaq qalaqurmanı etmək lazımdır. Sonra aradakı xanalar doludur. Rəqibin fiquru var. Olmaz qaraqurma. Olmaz mənim. Eləməyə icazə verilmir. Top zərbə altındadır qalaqurma zamanı. Şah düşmür amma. Olmaz. Şah düşmür. Şah düşmürsə olar. Şah düşmürsə yox. Düşmürsə olar. Yaxşı, şah fil şaha qarşı. Şah filə... Şeydə bu, nisiyədir də müəllim bu. Nisiyədir, yaxşı. Nisiyəyə neçə xal verirdilər? 0,1. Nə qədər? 0,1. 0,1. Mən də 2 dəqiqə gözlüyün bir dənə zəhkədir bana baxacağım. Yaxşı. Formatik qiymətləndirmə neçə göstərici ilə qeyd olunur?
2. Hansılardır? İcra bir də davranış. İcra davranışıdır. Yaxşı. Hər dərs müddətində keçirilir. Formativ. Formativ. Vahid qiymətləndirmə normativ olmayan hərəkət qabiliyyət. Necə müəllim? Vahid qiymətləndirmə normativ olmayan. Nə? Çeviklik. Yaxşı. Bəs sumatik qiymətləndirmə neçə göstərici ilə qeyd olunur? 2 dənə. Hansılardır? 4 dənə. Kiçik, böyük. Yox, o sumatik neçə yerə bölünür? 2 yerə bölünür. KSG, kiçik sumatik qiymətləndirmə. Hə. Bir də böyük sumatik. Böyük sumatik qiymətləndirmə, BSG. İndi mən deyirəm ki, bunu qiymətləndirməsi necə aparılır? 4. Hardan tapdınız müəllim 4-ü? İnformasiya təminatı nəzəri bilirsə, qabiliyyət, bir də davranış qabiliyyət. Davranış. Sağ ol. Şagirdin mənəvi iradi xüsusiyyətləri. Nələr gedirdi? Yəni deməli 4 məzmun xətti. Məzmun xəttinə görə qiymətləndirmə idi. Yaxşı, birinci yarım ildə Ruslan müəllim BSG-lər nələrdir? 9-ları nə verəcək BSG? Birinci yarım ildə 30 metr 100 metr qaçış. Yox. 60 metrə, 100 metrə, 4x50. Siz yox, BSG demişəm. 4x50-ni zad qatmayın. Ruslan müəllim, sən mənə ancaq 9-cu sinif birinci yarım ildə 3 hərəkət qabiliyyətdən BSG aparılır. Hansılar normativlərdir? Birinci yarım ildə. Sırf birincidə, hə. Böyük summativ. Aha, böyük summativdə. 30 metr, qəşəng. Bu sürətin BSG-si. Tamam. 30 metr 4x50. Yox, bir dənə nə idi? BSG deyirəm, BSG. KSG yox. Mənim 30 metrdir, yerindən uzunluğa kullanmaq istəyirəm. Bir də bədən əlmə qabiliyyəti idi mənim şey. Bir də bəkdir də, bək. Ay, soğudu bunu istəyirəm də mən istəyirəm. Hə, mən başa düşdüm. Yaxşı, 11-ci sinif. Nə? 11-ci sinifdə 6 KSG. Deyin, siz mənə nə edin 11-ci sinifdə? 11-ci sinifdə siz mənə deyin, KSG çevikliyi deyin, bir də sürət gücü deyin. Sürət güc 11-ci sinifdə müəllim. İkəsən o 700 metrə qumbar atmaqdır. 700 qramlıq qumbaranın atılması. Qumbar atmaqdır. Bu sürət güc. Sonra mənim BSG-dir düz. Yox, çeyin. Hansı hərəkət qabiliyyət dedim, ay Allah. Çevikliklə ki... Çeviklik dedim, hə, çevikliyin... Çeviklik mən bilən 3 məşq qaçışdır da, 3 vur 10'dur. Olmalıdır. 3 məşq qaçış. Bir də ki, dözümlükdəki 2000 metrə qaçışdır da. 2000 metr. Bə 9-da neçədir? 9-a 1500. Yaxşı. Nə qaldı? Qüvvə qabiliyyətinin BSG-si? BSG-si qızlar, oğlanlar. Turnikdə dartınma da. Fərqi yoxdur, o işləyirəm. Turnikdə dartınma, ayaqların 11-ci sinifdir ancaq, hə? Ay, sağ ol. 11-in qüvvəsi. Bir əllə dəsən təş qıçla oturub durma. Dartma, KSG yox. Mən sənin BSG istəyirəm, müəllim. Sırf BSG. Qüvvən BSG-si. Hə. Ayəsi müəllim, harada soruşmaq ayıb olmasın? Mən? Yasamalda. Yasamalda, yasamalda. Çayçıda mı oturursunuz? Yo, yasamaldayam. Maşında oturmuşam. Maşında oturursan görüntünü yasamısan, Yanımda adam var idi, müəllim. İndi var? Hə, müəllim, yanımda adam var. Aynı moment o PDF-i gözümü qabağına canlandırıb cavab verirəm də. Canlandır görüm indi nədir burada? Ruslan müəllim nə oldu? Qüvvə qabiliyyəti mənim. Aha, qüvvə. Turnikdə müəllim. Öndür turnikdə dartılanmalar. Alça turnikdə dartılmalar. Altı turnikdə dartılmalar. KSG-lərdə nələr var ay Ruslan müəllim? Ruslan müəllim desin. KSG-də, BSG-də müəllim. Ruslan müəllim, KSG-sini, qüvvəni. Qüvvədə pres, vəziyyətdə. Aha, qızlar biraz belə şeydə, skameykada eləyir, oğlanlar uzanmış vəziyyətdə, dayaqdan. Sonra? Bir əllə dayağa təşkil. Kəndirə dırmanma. Qəşəng. Sonra nə idi? Gövdən kütlü basılması, pres. Qəşəng, pres.
Sonra Sonra bir əllə dayaqda tək qızları büküb o Oturub şey var idi. durma. O sonra deyəsən ayaqların köməyi ilə kəndirə dırmanma da var idi. O, Ruslan müəllim dedi. kəndinə tırmanma. Gimnastika skamyasında əllərlə qolları bükülüb açılması. Bu da var. Şimdi vəziyyət. Bu qızlardadır. Uzanaraq da yaxında olan hamısını dediniz. Presdə dediniz, tək qızla oturub durma, çoğlat yaddan çıxır onda dediniz. Yaxşı. Sonra nə düşə bilər ay Allah. İlkin gedişdə eləyə biləcək figurar, yəni şamatda. Piyada ilə at. Piyada ilə at. Piyada ilə at. Yaxşı. Piyada ilk gedişində, hər bir piyadanın ilk gedişində neçə xana atlaya bilər? Maksimum 2. Maksimum 2. Maksimum, minimum. Bir. Minimum 1, maksimum Bu 2. məcbur edir 2 xana atlaması. Xeyr. İstəsə bir xana da atlaya bilər. Ya Amma Frans piyada bir addım getdisə, ikinci dəfə həmən piyada 2 addım gedə bilməz. hə, ilkin gedişində, yəni ilk gedişində bir dəfə icazə verilir. İstəsə 2, istəsə 1. Yaxşı, hansı fiqurdur ki, rütbəcə böyüyə bilərdi? Piyada. Piyada. Hansı fiqura çevrilə bilməz? Şaha. Şaha. Şaha çevrilə bilməz. Bilməz. Digər fiqurlara çevrilə bilər? Bəli. Yaxşı. Uzun qulağa qala qurma kimin cinahındandır? Vəzirin. Uzun qala qurma vəzirin cinahından. Nəyə görə adı uzun qala qurmadır ki? Uzun qala qurmada 3 addım gedir, qısa qala qurmada 2 addım. Kim? Şah yoxsa top? Top. Top. Badmintonda oyunu ləngitmək olar. Evet. Cəzadır. Kart verir. Yaxşı, sarı kart nə idi? Sarı kart xəbərdarlıq. Sarı xəbərdarlıqdır. Qırmızı? Qırmızı bir xal verir, servis keçirir rəqibə tərəf. Bir xal verir. Bəs qarada nə varır? Qarada da ki, diksasiya edir də, oyundan kənarlaşdırır. Diskalifiyə. Qovulma deyin. Heç nəyiz ki, o diskalifiyə o çətin söz deyil. Rahatlıqla diskalifiyə deyin, deyin, Qovulur. qovur, rədd eləyir. Bu qədər variant varsa. Ondan kənarlaşdırır. Yaxşı. Maksimum minimum set sayı badminton. 200. 2-3. Şahmat HCC neçə qaldı? Necə? HCC neçə xal idi şahmatda? 0.5. 0.5. Qalibiyə? Qalibə 1 xal. Qalibiyə 1 xal. Badmintonda HCC neçə xal idi? Badmintonda Bəli, komandalarda 2 xal verilirdi. Badminton neçə idi HCC? 1 xal. Heç istəsən 0 idi, mən bilən, hə? Nə bilim. Anlar bir iki deyirəmişdik qalibə, sonra 1 elədik də onu. Nəyi? PDF-də 2 idi, sonra 1 elədik elə. Badmintonda. Yox, mənim badmintonda 4 idi o. Badmintonda döydü. Badmintonda 4 idi o. Bir dəqiqədən deyəcəm nə idi. Hayda. Ehtiyac yoxdur, elə qalan nə idi, orada qalsın. Siz mənə deyin, badmintonda HCC? Hamı fikirləşsin. Nə deməli? Badmintonda HCC. Badmintonda HCC olmur. Hayda. Hələ fikirləşsiniz. Ay mənə, badmintonda HCC var. Qalibə PDF-də bir dəfə 2 yazmışıq, bir dəfə 1 yazmışıq onu. Mən yadımda da. Qalib 1-dir. 1-1. Deyirəm, mən PDF-də 2 yazılmışdı. İndi 1 yazmışıq. Sonra 1 elədik. Dediniz ki, 1 eləyin. Hə, o bir tərəfdə səhv etmişəm. Aşağıda 1 vermişəm. Maksimum 30 xala kim çatdı, o qalib olmalıdır. Yəni burada bu da adi voleybol kimi oyundur. Bunu düzdür, müəllim, düzdür. deyir, yaxşı deyir, hələ fikirləşirlər. Bu bilməlisiniz axı. Deməli, bax nəyə görə? Bax 1-1 olanda ona görə 3-cü set keçirilir. Yoxsa 3-cü set keçirilir. Qalib müəyyən olmalıdır hökmən. Yaxşı, oyun neçə xala qədər oynanılırdı? 21 xala qədər, maksimum 30 xala qədər. Yaxşı. Badmintonda baş hakim harda otururdu? Baş hakim olmur, oxurdu. Onda olmurdu, meydanda olmurdu. Qıraqda otururdu. Ambayerdir. Ambayer meydandakı hakimdir. Sözdə də biri var. Baş hakim elə baş hakimdir. Sonra ambayerdir. Sonra line çörkdür. Servis çörklərdir. Belə gedir. Bir dənə line çörk olur, əməl. Line çörk, hə. Line çörk ki, meydandakının köməkçisidir. Bir də var şeylər. Servis çörklər.
Servis çörklərdə şeylərə baxır. Bu xəttlərin üzərində dayan. Xəttlərə fikir verir. Onlar az çox olur. Baxır görüşə 8 ola bilər, 10 da ola bilər. Tək hallarda. Aha, deyim. Tək hallarda zərbardan vurulur. Sağ tərəfdə. Cütlərdə. Soldan. Cütlər, yox, təklərdə solda, cütlərdə sağlarda. Təklər. Təklər soldan, cütlər sağdan. Bəs sifər ilk başlayanda. İlk başlayanda sağdan başlayır. Yaxşı, 5-ci sinif diaqnostik dözümlük. Ay Elçin müəllim. 5-ci sinif 1000 metrə cross qaçış deyəsən olmalıdır. Sürət qabiliyyəti nədir 5-də? Sürət qabiliyyəti 5-ci sinifdə deyəsən şeydir də 30 metrə, bir də 4x 50 estafet olmalıdır. Yaxşı Elçin müəllim. Yaxşı. Axırıncı sual da verirəm, ondan sonra başlayırıq təzə dərsə. Nə sual veririk? Mövqeyin 3 qat təkrarı şahmat. 3 dəfə eyni gediş eləyir. Hansı fiqurda o deyirsiniz? Yox, nə olur? Pil deyirlər, nə deyirlər, o deyirsiniz? Mityaşbıl şeydir, orta mərhələdir. Mən deyirəm, 3 dəfə eyni mövqeyi oynayır, başqa yolu yoxdur. Nədir bu? Endişbildə oyun sonunda mı? İndi nə olur da burada? Bitir də oyun. 3-dən sonra bitməlidir yəni. Debütdə oyun tanınmaz ki. Müəllimlər, oyunu bitmək elə demək deyil ki, edinişbil mərhələsində. Oyunu mən debütdə də bitirə bilərəm. Çoban matı eləyirəm, deçki matı eləyirəm, oyun bitdi. Yəni, 3 qat təkrarı oyun əvvəlində də ola bilər. Gedişin yoxdur, 3 dəfə eyni mövqeyi oynayırsan, dalbadal. Başqa gediş yoxdur. Bu nədir? Pat. Uduzmaq. HCC. Pat. HCC. Pat. Onu demək istədim. Hə. Bir dəfə təzə şey isə o bir